Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Rekord Arenadan canlı reportajımıza başlayırıq. Fit səslənir və maç başladı. Uğurlar Neftçi. Perişan orada ötürmə keçmədi. Məsumə topu qazandırdı komandamıza. Vüsalə Seyfəddinova Mədinə top gözləyir. Vüsalədən ötürmə, tərs toxunuş və avtogol. Oyunda hesab 9-cu dəqiqədə açılır. Vüsalə Seyfəddinova orada. Burada müdafiəyə köməyə gəlirdi. 11 nömrəli futbolçu Aydan Əkbərova. Vüsalə Mədinəni düşündü, onu ötürməkdə, amma Aydan gedir rəqibin üzərinə. Ayşən Salamzadə aldı topu. Ayşən irəliyir. Salamzadə sol cənahdan Neftçinin hücumu ötürmə cərimə meydançasına Vüsalə Seyfəddinova və 2-0. Vüsalə Seyfəddinova bu dəfə özü fərqlənir. Ayşəndən ötürmə və Vüsalə. Topa çata bilmədi Mədinə və top meydandan çıxır. Beləliklə birinci hissənin final fiti də səslənir. Hörmətli izləyicilər, ilk qolu 9-cu dəqiqədə Neftçi vurdu. Sağ cəhətdən hücum zamanı orada Vüsalə Seyfəddinova ötürmə etdikdən sonra Aydan Əkbərovanın toxunuşu ilə top qapıdan keçdi. Gənclər Liqasının 14-cü turunun Araz Naxçıvan Neftçi maçında izləyə bilərsiniz. Ayşən Salamzadə zərbə vurur və 3-0 olur hesab. Nəhayət ikinci hissədə də qol izləyirik. Ayşən Salamzadə. Bu dəfə də topu qapıdan keçirir Salamzadə. Özü sağ cənahdan irəlilədi, mərkəzə meyilləndi, zərbə imkanı yaratdı özü üçün. Topu küncə vurur Aytac. Meydan amili rol oynadı. Xədicə ötürdü xanıma, xanım Əsədova cərimə meydançasında xanım və Aytac. İnamlı oynadı, yaxşı seyv etdi, hücumsa davam edir. Xanım Əsədova 4-0. İlk zərbəsini orada Aytac dəf etsə də yenidən topu qazandı xanım. Xədicə hücuma qoşulmuşdu. Xanıma ötürməkdən o idi. Əsədova ilk zərbəsindən sonra Aytac topu dəf etdi. Daha sonra ayağından aldı yenidən topu. Vura bilmədi və bu da maçın final fiti. Neftçi Limanla görüşdən 4-0 hesabı ilə qalib ayrılır.